Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşıq Zülfiyə ilk dəfə canlı efirdə xəstəliyindən danışıb. Xəbər verilir ki, qonaq canlı verilişinə dəvət olunan sənətçi ilk dəfə qabırğa arası nevralgiya xəstəliyindən əziyyət çəkdiyini bildirib. 20 tələbə götürərəm, yaxşı da hazırlaşdıraram. Bunun üçün məkanım da var, lakin buna vaxtım yoxdur. Onu deyim ki, məndə biraz sinir problemləri olur. Qabırğa arası nevralgiya xəstəliyim var. Bir ara mən tələbə hazırlayırdım. Sonra gördüm ki, nəfəsim kəsilir, ağrıyıram. Həkimlərin məsləhəti ilə dayandırdım. Qeyd edək ki, qabırğa arası nevralgiya, torakalgiya qabırğa arası sinirlərin sıxılması, iltihabı və ya zədələnməsi nəticəsində yaranan, döyüş qəfəsində kəskin, bir tərəfli, şiddətli ağrılarla müşahidə olunan nevroloji sindromdur. Ağrı nəfəs aldıqda, öskürdükdə və ya hərəkət etdikdə şiddətlənir.